Ağstafa şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan ümumrayon bayram tədbirində rayon icra hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, şəhidlərimizin ali üzvləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, idarə müəssisə və təşkilat kollektivlərinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. Əvvəlcə Ağstafa şəhər stadionunun qarşısında Ağstafa Dilboz atlar nümunəvi çıxışlar göstəriblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət Parkında qonaqlar Ağstafalı aşılar və Novruz bayramının əsas atributları hesab edilən Kosa, Keçəl və Bahar qızılını qarşılayıb, rayon rəhbəri Bahar qızı və Kosa ilə adət-ənənəyə uyğun olaraq yumurta döyüşdürüblər. Daha sonra parkda sərgilənən çox əsrlik maddi-mənəvi irsimizi ehtiva edən eksponatlar öz fəaliyyət dərnəklərini dövlətçiliyimizə, milli dəyər və adət-ənənələrimizə həsr etdikləri rəsm əl işlərindən ibarət sərgilər, xalqımızın qədim mətbəxini, məişətini əks etdirən güşələrə böyük həvəslə izlənilib. Gənc qol güləşçiləri və pəhləvanların nümunəvi çıxışları da böyük marağa səbəb olub. Yerli mədəniyyət nümayəndələrinin təqdimatında milli rəqs, aşıq sənəti və digər folklor nümunələri, eləcə də idman klublarının nümunəvi çıxışları da böyük marağa səbəb olub. Daha sonra parkın mərkəzində düzəldilmiş açıq konsert salonunda tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və ümumilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin bir dəqiqə sükutla yad edilməsi ilə davam edib. Tədbirdə çıxış edən Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov xalqımızın çox əsrlik tarix ənənələrini özündə ehtiva edən, bolluq bərəkət rəmzi olan Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib. Xalqımız Novruz bayramını daha dəyərli, daha belə yüksək ab-hava ilə qeyd edir. Novruz bayramı Azərbaycanın ən dəyərli, bizim ən vazif bayramlarımızdan biridir. Milli bayramlarımızdan biridir. Təbii bizim bayramlarımızın şahı Zəfər bayramıdır. Amma milli bayramlarımız içində Novruz qədər dəyərli, qiymətli bayramımız yoxdur. Novruz həm təbiətin oyanışıdır. Novruz xalqın oyanışıdır. Novruz yenilikdir. Bayram tədbiri yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib. Sonda isə bayram tonqalı alovlandırılıb. Kamran Əskiparalı, Sənan İsmailov, Səs TV Xəbər, Ağstafa.